20 yaşım var idi. Kollecdə atamın və anamın qohumlarının yaşadığı rayonda təhsil alırdım. Novruz bayramında şəhərə qayıtdım ailəmlə birlikdə qeyd etməyə. O tətildə anamın dayısı oğlu elçi düşdü. Anam məni məcbur verməyə çalışdı. Çox ağladı ki, atan yoxdur, səni yad ailəyə vermək istəmirəm. Həm də deyəcəklər atasızdı, bir qızı ilə də bacarmadı. Sözümü yerə salma. Atam şəhid olmuşdu. Kollecə getmək mənim üçün atama qovuşmaq, tez-tez ziyarət etmək demək idi. Anam yaralı yerimdən dedi deyə razılıq verdi. Bir həftə danışdıq, görüşmədim, getdim rayona. Mənə tez-tez saçıb başqa bir qızın adı ilə səslənirdi. Və imtahanında anama dedim ki, istəmirəm, qaytaraq hərini. Nişanımız olmamışdı. Anam icazə vermədi, susturdu ki, heç kəs bilməsin. Oğlan mənə yalan deyirdi ki, adını çəkdiyi qız sinif yoldaşıdır. Bir müddət keçdi, sevə bilmədim. Oğlan da mənlə yox, həmin qızla görüşüb danışırdı. Sonunda oğlana dedim ki, məndə sevgi yoxdur, sənə qarşı heç bir şey hiss etmirəm. Oğlan da dedi ki, madam ki, dost kimi qalırıq, o qızın rəfiqəsi gildə biz görüşürük. Qız məni şantaj edir ki, gəl evlənək, yoxsa evimizə gələcək, atam bilsə məni bağışlamaz. Bu sözdən sonra anam bildi ki, bizdə alınmaz. Ayrıldıq. İllərlə anamın dayısının ailəsi bizi danışdırmadı. Hərini qaytaranda oğlan anasına dedim ki, həmin qızı alın. Anası isə mənə biz elə qız almarıq dedi. Amma həmin qızı aldılar. 4 ildən sonra boşandılar. Mən isə yeni bir ailə qurmuşam. Arzuladığım kimi bir insanla və bir övladım da var. Biz xoşbəxtik.